20 dərəcə Selsidə suda hazırlanmış 800 qram doymuş X duzu məhluluna müəyyən miqdar həmin duzdan əlavə edilərək 50 dərəcə Selsidəyək qızdırılmışdır. Bu zaman əlavə edilən duz tam həll olmuş və sıxlığı 1,7 qram böl millilitr olan doymuş məhlul alınmışdır. Alınan məhlulun həcmini millilitrlə hesablayın, suyun buxarlanmasını nəzərə almayın. Bu da məsələnin şərtindəki həll olunma əmsalının temperaturdan asılılıq qrafikidir. 20 dərəcə Selsidə siz qrafikada baxsaz görəcəksiniz ki, KH 600-dür. 600-ün mənası nə deməkdir? 1000 qram suda 600 qram duz həll olur deməkdir. Demək, məhlulun kütləsi nədir? Duzla suyun kütlələri cəmidir. 600 ilə 1000-i toplayırıq, eləyir 1600 qram. İndi KH-ların fərqinə baxaq. Burada KH-a mən baxıram ki, 20-də 600-dür, 50 dərəcə Selsidə 700-dür. 700-dən 600-ü çıxıram, 100 qram. Bu o deməkdir ki, 20 dərəcə Selsidən 50 dərəcə Selsiyədək məhlulu qızdıranda əlavə olaraq 100 qram duz həll olur deməkdir. Sonra tənasüb qururam. 1600 qram məhlulda əlavətən 20 dərəcədən 50 dərəcə Selsiyədək qızdırılanda 100 qram duz həll olursa, 800 qram məhlulda A qədər. A-nı buradan tapıram, 50 qram duz edir. Onu da bilin ki, temperatur artanda həll olma artır və o zaman məhlulun kütləsi də artır. Məsələnin şərtində 800 qram məhlul verilmişdi. 20 dərəcə Selsidən 50 dərəcə Selsiyə qədər artım da olanda əlavə olaraq 50 qram da duz həll olur. Onu da məhlulun üstünə gəlirsiniz, eləyir 850 qram, yeni məhlulun kütləsi eləyir. Ümumiyyətlə, məhlulun sıxlığı necə hesablanır? Məhlulun kütləsini məhlulun həcminə olan nisbətinə. Buradan məhlulun həcmini tapanda məhlulun kütləsini sıxlığa bölürük. Yəni 850-ni bölürsünüz 1,7, o da eləyir 500 ml.